Bey neçidir? Neçidir? Ada hamısını yazıp sana vermişim ki oku yine ismi soktu da. Bakıram, Neçidir? Oğlan zattır. Nedir o? Diş gayrendir. Aziz qonaqlar, Rasimcan nəinki Respublikamızda və mən deyərdim ki, məhzı Respublikamızdan kənarda da tanınmış diş həkimlərindən biridir. Təsadüfi deyil ki, Respublikamızdan çox uzaqlardan gəlirlər Rasimcanın yanına diş çəkdirməyə, diş düzəltdirməyə məhz Rasimcanın yanına gəlirlər. Mənə bax, oğlan hələ oxuyub institutu qusarmayın. Başa düşün. Mehriban qonaqlar, özünüz görürsünüz ki, bəylə gəlinimiz necə də bir-birinə yaraşırlar. Yaxşı deyiblər ki, ərlə arvadın torpağı məhz bir yerdən götürülüb. Özləri də uyğun gəlir, adları da. Tarixə müraciət edək. Leyli və Məcnun, Əsli və Kərəm, Aşıq və Qərib və Rasimə. Rəfiqə Rasimə kimdir? Yaxşı. Ada bəsdir də. Əziz və möhtərəm qonaqlar, təklif növbəti sağlıq haqqında belə olacaq. Bugün məclisimizin 2 səbəbkarı var. Hamınıza məlumdur ki, hər bir səbəbkarın da məhz bir səbəbkarı var. Və mən istəyirəm bunu içək, bəylə gəlinin valideynlərinin sağlığına. Mən bəyin atası haqqında bir-iki kəlmə söz demək istəyirəm. Bəyin atasına uzun ömür, can sağlığı arzulayaq və xahiş edəm geyin. Ömrü Allah üçün, saxla. Ne üçün? Saxla. Niyə? Ada nə atası da? Atası nədir? Nə olsun? Zad nədir? Atası sağlığı. Yox. Atası? Hə. 3 il bundan qaba ölü. Elə şey. Yoldaşlar, bizə bugün bəyimizin atasına can sağlığı arzulamaq qismət olmadı. Bayaq deyildiyi kimi bəyin atası 3 il bundan qabaq ölüb və neysə belə riskli şeyləri yada salmayaq, kişinin ruhu şad olsun. Şad olsun ki, Rasimlə Rəhimə kimi, Rasimlə Rəhimə kimi 2 cavan böyüdü. Qoy, analarının südü